54 gündə 2 böyük insan itirdim. 2 böyük insan itirdim. Və mənə hamı məni tanıyanlar deyir ki, biz inana bilmirik də, sən necə dözdün, necə bu ağır yükü daşıdın? Çünki bu olduqca çətindir, biləsiz. Yəni 54 gündə 2 yaxın insanı itirmək bir-birinin ardınca. Bilirsiniz nə deməkdir? Və mən həmən o ağır günlərimdə mən elə bir ki, yenidən böyüdüm, yenidən mən həyata gəldim, həyat baxışım dəyişdi. Və həmən vaxt mənim yanımda kim oldusa, heç vaxt unutmadım. Heç tanımadığım insanlar mənim atamın, anamın yasına ta Türkiyədən, Almaniyadan, Dubaydan, Rusiyanın ayrı-ayrı şəhərlərindən mənim atamın yasına gəldilər, anamın yasına gəldilər. İnanın mənə ki, heç tanımadığım insanlar. Yəni, həmən vaxt mənim üçün ən ağır günü idi də və o vaxtı heç vaxt unutmayacağım. Heç bir zaman unutmayacağım. Kim yanımda olubsa, həmişə də onların yanında olacağım. Dünyanın o başında olsam da. Saçım bərbad günə düşüb, bəli. İnanın mənə ki, saçım bərbad gündədir, dostlar. Yandırdılar onu yayda, Türkiyədə. Nuranə barəsində hal-hazırda deməli, qardaşı da başqa bir vəkillə danışıb, vəkillə iş gedir. Ona görə heç nə danışmıram da, görüm nə olacaqdır. Çox sağ olun. Heyif, bəli, Esma, yanıbdır, çox heyif. Can. Yəni, mən pis günlərimdə mənim yanımda olanları unutmuram. Və onlar üçün ölümə də gedirəm. Mənim ata-anamın yasında uzaq məsafələrdən Azərbaycana gəlib mənə baş sağlığı verənlər, heç belə deyək, tanımadığım insanlar belə oldu. Onları heç vaxt unutmuram. Yəni, mənim hələ bugün belə mən yaralarımı sarmaqla məşğulam. Elə bilməyin, efirə çıxıram, danışıram, gülürəm. Təbii ki, həyat davam edir. Amma mənim yaram çox ağırdı. Evinizə necə gəlmişdim yəni? Evinizin binası. Nə qədər insan, bəli, nə qədər siz oradaydınız. Yəni çox həqiqətən, yəni mən o qədər tanımadığım insanlar bir də, bilirsiniz, həyatımda heç bir dəfə belə əlbəttə həyat davam edir. İnşallah ki, bu yaraları mən sağaldacağım. İnşallah ki, toparlayacağım. Qara geyinməyim. Düzdür. Qaranı sevmirəm, amma indi neyniyim, bəzən paltar tapmayanda geyinirik də. Ona görə, canlar. Ona görə Allah heç kəsə ağır günlər göstərməsin. Allah hamının yolunu, izini açsın. Allah bizi balalarımıza bağışlasın. Yəni, biləsiniz ki, çətin bir zaman, çətin, çox çətin. Hələ toparlanmaq olmur, bəli, əlbəttə ki. İnanın mənə, mənim yerimə kim olsa, heç efirə çıxmağa gücü belə olmazdı. Amma mən çıxdım. Mən atamın, anamın bu dərdini hələ də deyirəm ki, mən necə dözbə bilmişəm, necə toparlanmışam, necə həqiqətən inana bilmirəm də.
Oğlunuzu öpürəm. Bağrıma basıram. Saçımı məhv eləyibdilər valla. İndi heç ancaq hörürəm də görürsüz. Oy can, atanı 10 yaşında itirmişsən. Allah nə bilim, çox ağırdı, çox. İnanın mənə ki, hər gün telefonumun yaddaşına baxıram ki, görüm nəsə bir tapa bilirəmmi də, yeni bir video tapın. Yəni bütün köhnə telefonlarımı yaddaşına axtarıram. O qədər çətindir ki, Allah heç kəsə valideyn itkisini nəsib eləməsin. Böyük itkidir, böyük itkidir. Qayıtsalar dünyamı verərdim. Hər şey, həyatda sahib olduğum nə varsa hamısını verərdim, əmin olun. Ata və anasız çox çətindir. Çox. Allah heç kəsə o dərdi göstərməsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox sağ olun. Mən də sizi sevirəm. Bilirsiniz, bəzən çox asan gəlir bu sözü demək. İnsanlar itirməyənə qədər insan bu dərdin ağırlığını dərk eləmir. Mən xatırlayırdım ki, bu atasız, anasız olanlar, ata-anasını itirənlər tez-tez mənə deyirdilər ki, neçə ki həyatdadır, qədrini bil. Neçə ki həyatdadır, qədrini bil. Siz inanırsınız, mən onda dərk eləmirdim ki, də onun ağırlığını dərk eləmirdim. Sonradan ki, mən ata-anamı itirdim, onda başa düşdüm ki, o insanlar nə çəkirmiş, onlar necə dərdlər çəkirmiş. Vallahi. Çox sağ olun Məhəmməd, təşəkkür edirəm. Təbii ki, bir gün onları itirəcəyik də, yəni. Amma insan, yəni nə qədər yaşlı da olsa adam deyir, yox da, elə sən özünü onların yanında elə uşaq kimi deməli görürsən. Ondan sonra sən deyirsən ki, hə, valideynim var, güclüyəm, mən uşaq deyiləm, onların uşağıyam, amma indi mən uşaq kimi, yəni o anlar artıq mənim həyatımda yoxdur. Hafizə nənəni sevirəm, öpürəm, bağrıma basıram. Mingəçevirə salam olsun. Təşəkkür edirəm. Mən də sizi sevirəm. Həyat o qədər çətindir ki, onlarsız çox çətindir. Hər həftə sonu mənim səfərlərim olurdu, amma onlar öləndən sonra çalışıram ki, o səfərlərə çox getməyim. Çünki məzarlarına gedib. Mən artıq həftə sonu onlarla birlikdə elə bil ki, gözəl günlər keçirirdik. Uşaqlar yığışırdı, hamı bizə yığışırdı, ailə bizdə əylənirdi, danışırdıq, gülürdük. İndi artıq
elə bir gün yoxdur. İndi həftənin həmən günü, hansı günü ki bizim evimizdə ailə yığılırdı. İndi mən həmən günü nə edirəm? Həmən günü gedirəm ata-anamın qəbrinin üstünə, onları ziyarət edirəm. Saatlarla otururam. Nə bilim, yəni indi mənim həmən günüm onların məzarı üstündədir. Yəni 5 tamamda başlayır veriliş. Ay teşekkür ederim. Ne geçen çiçeğiydi o. Kim gönderdi onu? Amin, amin. Allah bütün ölenlerimize rahmet eylesin. Allah valideyn itkisini göstermesin hiç kese. Çetindir. Çok çetin. Adıyla yaşasın. Amin, amin. Allah hamının ölenlerine rahmet eylesin. Çok sağ olun. Efir 5'te başlayır. Birazdan başlayırıq. Herkes ARB televiziyasını açsın, bizi izlesin. Amin. Çok teşekkür ederim. Mekanları cennet olsun. Bütün ölen ata-analarımızın, böyüklərimizin. Bugün her gün yorğunam. Her gün yorğunam. Saçım Türkiye'de məhv elədilər. İndi düzəltməyə çalışırıq. İnşallah ki düzələr. Əsas can sağlığı olsun. Geri qalan hər şeyi düzəldəcəyik. Bəli, verilişə hazırlaşıram. Birazdan başlayırıq. Dəhşətdir, bəli, Hüseynlə, Ayşatla bağlı, yəni. Dəhşət. Çox üzülürəm. Dünən Ayşat mənə elə söz dedi ki, dəhşət. Teşekkür ederim. Sırğalarım İstinye Park'tan. Minnettarım. Sevda mənə suyumu verdi. DNK yox, açılmadı. İnşallah bugün açılar. Bəli. Qovdum. Çok kövrək olmuşam çünkü valideynlərim itirdikten sonra bu vəziyyətdəyəm. Düzələcək ama o bütün yaralar sağalacaqdır. Adi sudur canım, adi sudur. Ne su olacak? Hamının içtiği sudan. Vallahi bilmirəm neçədir, sırğa, nə bilim vallahi. Bijuteriya da xanım. Neçə olacaqdı? 200 TL. Hüseyin gel, görəcəksiniz.
Nə olduğunu biləcəksiniz. Goranboya salam olsun. Şamaxıya salam olsun. Emişliyə salam olsun. Haralardan izləyirsiniz bizi dostlar? Gəncəyə salam olsun. 5 tamam. Birazdan başlayırıq. Bir neçə dəqiqədən sonra sən axtarıram başlayır. Düzdür, Ayşadla Hüseynin də taleyi mənim üçün maraqlıdır. Yəni inanın mənə, Ayşad mənə elə sözlər deyibdi ki, mən şok yaşayıram da. Dünən də gəldi Hüseyin üçün gələnlər oldu bura. Amma mən DNK-nın cavabını açmaq istəyirəm bugün. Allah, mən 200-300 kilo olmamışam ki, belə darıq qalam. Yəni, sadəcə yeməyimə diqqət edirəm, amma nə mənada diqqət edirəm. İndi istənilən saatda yemək də yeyirəm, diyeta falan tutmuram. Çünki sağlamlığa çox ciddi zərərdir, çox. Sağlıqdan önəmli mənim üçün heç nə yoxdur. Suyum qutarıb. Bu su yoxdur. Heç kəsi qınanma canım. Heç kəsi. Hüseyin, valla diyeta tutmayın. Xahiş eləyirəm mədənizə, iç orqanlarınıza yazığınız gəlsin. Yəni nə mənada diyeta tutmayın. Belə saatla, ay mən bu saatda yedim. Burası yeməyə diqqət edin də. Yəni sadəcə yeməyə diqqət edin. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Yəni Hüseyin, Ayşad, amma mən açıq sizə deyim. Mən DNK-nı bugün çox istəyərdim, amma Hüseyini də bilirəm ki, gözləyirlər. Ona görə açıqlayacağım. Çox sağ olun. Mən də sizi sevirəm. Goranboya xüsusi salamlar olsun. Sevda. Bir saniye. Siyəcənə salam olsun. Hə, tamam. Görüşürüz. Yaxşıdır, yaxşıdır. Mən uzun dırnaqları sevmirəm, öz dırnaqlarımdır. Sevmirəm, onun arasında o, daha doğrusu dırnağa yığılan mikroblar. Çünki evimdə iş görürəm, yemək pişirirəm. Ona görə də yəni qəti şəkildə o dırnaqlardır, sonra gellərdir. Bunlardan uzağam mən. Mənə elə gəlir ki, iç caynağıdır, hə? Caynağı. İç caynağı kimi, pişik caynağı kimi. Heç mənim pişiklərimin də caynağı elə deyil.
analizini. İnanırsınız, mən də hamı kimi çox istəyirəm. Hüseyin bugün birazdan bir olacaqdı. Nə bilim valla, Hüseyin gil. Vəziyyət gərgindir orada. Mən heç nə deyə bilmərəm. Dünən şok yaşamışam. Dəhşət. Dəhşətdir, sadəcə onu deyirəm sizə. Dəhşət. Bilirəm ki, Ayşat qısqancdır. Ayşat qısqancdır, onu bilirik biz. Amma açıq sizə deyim, mənim Hüseynə yazığım gəlir. Qubaya salam olsun. Yaxşıyam, çox sağ olun. ARB televiziyasını açın. Sən axtarıram başlayır dostlar. Bilmirəm, Ayşat sevir, Hüseyin sevir, bilmirəm, amma dünən eşitdiklərim dəhşətdir. Kimin burada nə roldadır onu bilmirəm mən. Nə geyəcəm, nə yapacağım, hansı pamadan?